Qardaşımız soruşur ki, namazda hansısa bir işarə etmək olarmı? Möhtərəm qardaşlar, bildiyimiz ki, namazda əlavə işarələr qadağandır. İlla ki, zəruri bir hal yaranarsa, zəruri bir hal olarsa, hansı ki, o zəruri hal ki, onu etmək məcburiyyətindəsən və hərəkətləri çoxaltmadan, bəli, onu etmək olar. Yəni, artıq hərəkət etmədən və namaza artıq çox hərəkətlər gətirmədən zərurəti yerinə gətirə bilərsən. Məsəl üçün, Allah qorusun, görürsən, uşaqdır, yıxılmaq istəyir, təhlükədir, əlindən tutub yanına çəkə bilərsən və yaxud da ki, əlinlə müəyyən bir zəruri bir halı işarə edə bilərsən. Yəni, belə bir hallar, telefonda çalır, həmən onu söndürmək daha onu belə deyərdi ki, lazımdır. Çünki çox insanların namazına xələl gətiririk. Bəzən qardaşlar namaz qutarana kimi çalır, söndürmür. Deyir ki, namazda hərəkət eləmək olmaz düşüncəsini səhv başa düşüb. Bəli, namazda artıq hərəkətlər etmək düzgün deyil. Hani zəruri hərəkətlər etmək məcburiyyətindəyik bəzən. Telefon açıq, zəng çalır bütün namazı və sən özünlə yanaşı 10-20 nəfəri, bir çox insanların namazına xələl gətirirsən. O zaman həmən namazda onu söndürmək, əgər yaddan çıxıbsa, onu etmək olar.